Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullah. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi tayyibine tahirin. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Aziz kardeş ve bazılarımız, mövzumuzun ardını, davamını sizin xidmətə çatdırıram. Gözəl bir yerdə biz dayandık. Elə ki Allah Teala buyurdu ki vallahu ya'simuke minen nas. Bu kəlməni işlədəndən sonra buyurur ki bu nas kəlməsiyle innallaha la yahdil kavmel kafirin birbirinden sinxiyeti var, uzlaşması var. Bilirsiniz, cümlədə ahenk qanunu olmasa cümlə baş ayaq olar. Yəni elə bilərsən uşaq danışır. Məsələn, mən bir dənə sintaklı təhlil edirəm, zəhmət olmasa diqqətli olun. Məsələn, mən Bakıya gedirəm, nə edirəm? Gedirəm xəbər, kim, mən, mübtada, mən gedirəm hara? Bakıya olur yer zərfliyi. Görürsən, ahəng qanunu da bir-birini orada tamamlayır, zəncirvarı şəkildə. Sinxiyyət, uzlaşma var burada. Allah Teala həmən qayda və qanunla Quran-ı Kərimin bütün ayələrini nazil edib. Yəni, bütün ayələrə sən diqqət eləsən, heç vaxtı durğu işarələrində belə səhv tapa bilməyəcəksən. Əgər səhv olsaydı, 1400 ildir. Böyük kafir olsalar da, böyük alimlər ki, küfr əhli olsalar da belə, Quran-ı Kərimdən irad tuta bilməyiblər. Bəs burada Allah Teala Peyğəmbərə buyurur ki, Allah Teala səni hifz eləyəcək. Nədən? Cemaatın bütün müşküllərindən. Onun ardıca buyurur ki, bu cemaat ki mən işlətdim, bunların içərisində Həccətül Vidada sənin ardıca düşən zəvvaların içərisində ehram geyinib, özünü möminlərə oxşadan kafirlər də var. İnnəllaha həqiqətən la yehdil qavməl kafirin. Bu la kəlməsi geniş bir mövzu var bu la kəlməsinin üstündə. Mən istəmirəm çox da geniş sizin vaxtınızı alım, amma biz Allah barəsində şəhadət verəndə buyurur, Haqqı Taalanın göstərişindən, Peyğəmbərin əmri ilə buyurur ki, əşhədü ən la ilahə illallah. Bu la ilahə illallah inkar şəkilçisidir. Əbədi, yəni bir loru dilə deyəcək, lakonik, əbədi bir dənə inkar şəkilçisidir. Yəni heç vaxtı olmayıb, bundan sonra da olmayacaq. Bu baxımdan. Burada da Allah Teala belə buyurur. İnnəllaha la yehdil qavməl kafirin. Yəni Allah Teala kafir qovmu heç vaxt hidayət etməz. Əslə mümkün deyil. Yəni Allahın məşiyyəti budur ki, kafir qovm öz küfründə Allaha qarşı çıxıblar. Ciddi bir şəkildə onun dininə, peyğəmbərinə zərər vururlar. Heç vaxt onları hidayət eləməz ki, düzgün yola. Niyə? Çünki bunların əməlləri bunları özlərini qoymur hidayət olmağa. Allah Teala da minən nas kəlməsindən sonra innəllaha la yahdil qavməl kafirin kəlməsini istifadə edir. Əzizlər, buradan məlum olur ki, Həccətül Vida qutarandan sonra Qədirxum deyilən çöldə Peyğəmbərin əmri ilə carçı, cəmaatı yığır, Peyğəmbər nitq söylüyür. Və bu nitq söyləyəndən sonra da, Həzzət buyurandan sonra cəmaata özünü tanıtdırır ikinci dəfə və cəmaatdan beyət alır. Vəssalamu aleykum və rəhmətullah.